Elçin bəy, bildiyiniz kimi biz Şərq və İslam mədəniyyətinin daşıyıcısı olan bir cəmiyyətik. Əvvəllər kişilər öz qadınlarını daha çox qoruyardılar. İndi də elə kişilər var. Bax, biri oturub qarşınızda. Bəli, hamıya bunu şamil eləmirəm təbii ki. Amma indi onlar yarıçılpaq şəkildə, hətta yataq otaqlarından belə videolar paylaşırlar. Bu tendensiyaları necə qiymətləndirirsiniz? Mənim 40 yaşım var Ayşə xanım. Allaha and olsun, mən atamla heç vaxt bir stolda əyləşib stəkan-stəkana vurmamışam. Mən atamın yanında, atamın artıq 70-dən yuxarı yaşı var, mayka ilə belə gəzməmişəm. Mən atamın yanında övladlarımı bugün də bağrıma basmıram, qucaqlamıram, nəvaziş göstərmirəm, demirəm sevmirəm onları. Amma yəni bir dənə valideynlərim yanında olanda mən o hərəkəti eləmirəm. Mən demirəm, hər şeyi düz eləyirəm. Belə görmüşük, belə götürmüşük. Bugün amma sizin sözünüz olmasın, bu mənə tanış bir mövzudur. Zaten mən bu mövzunu hər zaman Instagram, TikTok üzərindən işıqlandırıram. Qəribə odur ki, həmən o arvadını, yenə deyirəm, arvad onun da özü bilər. İstəyir ki, insanların gözünün qabağında öpsün, istəyir arvadı ilə bərabər dombalaq açsın, nə edirlər, eləsinlər. Bu mənə o tərəf şəxsi həyat kimi maraqlı deyil, amma cəmiyyətə ötürdükləri mənfi enerji ilə mənə maraqlıdır. Ailələrin sirri olmalıdır, düzdür. Bu, hər kəs bilir ki, əgər ər-arvad bunlar bir ailədirlərsə, bunların bir yataq otaqları var. Bunlar 3 gündən birində Azərbaycanda hamı teksonla böyümüş kişilərdir. Demirəm, indi insanlar gündə yataqda hoqqa verirlər. İfadəmə görə üzr istəyirəm. Bir 3 gündən də biri olsa, siz bu yatağınız var, otağınız var, ifadəmə görə üzr istəyirəm. Qardaş, bütün qələtlərini otağında elə də. Sən bunu cəmiyyətə göstərməklə, güya sən müasirsən, sən yenilikçisən, sən yeni fikirlisən. Bugün bəziləri bunu moda kimi göstərirlər. Yəni, biz müasir ailəyik. Baxıram ki, arvadın sallı hovuzda arvadını öpürək. Biabırçılıqdır ya. Dədələrimiz Balaxanıda, Allah hamd olsun, mənə bir dəfə söhbət edirlər, bir bəyin qızı olub. Bəyin qızının belində qızıl kəməri var imiş. Qızıl kəmər, kişilər də oturmuşmuş kətdə, qızıl kəməri açılır, düşür yerə, təsadüfən, getdiyi yerdə. Qız əyilib qızıl kəmərini götürmür. Ki, mən kişilərin qabağında elə bilmərəm. Biz belə qadınların törəməliyik, amma bugün bunlara baxırsan ki, bunlar haradan gəliblər? Hansı ailədə yetişiblər? Özləri cəhənnəm, lap ağılları kəsmir deyək ki, bunların bir valideyni yoxdur. Valideyn övladına deməzmi ki, ay bala, bu arvadını, sənin arvadın sənə məxsusdur, sənin şəxsindir, yəni sənin şəxsindir də bu. Sən bunu cəmaatın gözünün qabağında niyə öpürsən? Sən bunu cəmaatın gözünün qabağında niyə boynunu alırsan, niyə belə eləyirsən? Bunun üçün sənin gül kimi yataq otağın var da.